Xalq artisti Nasperi Dostəliyeva illərdir müzakirə olunan qalmaqalla bağlı ilk dəfə danışıb. Showmedia.az xəbər verir ki, sənətçi mərhum həmkarı İlhamə Quliyeva ilə münasibətlərinin necə pozulduğunu açıqlayıb. Onun sözlərinə görə gərginlik toydan başlayıb. Müğənni bildirib ki, həmin mərasimdə səhnədə yaşanan bir epizoddan sonra münasibətlər soyuyub və bu uzun müddət davam edən narazılığa çevrilib. Toya gec gəldim. Mikrofon İlhamə xanımın əlində idi. Mən də başladım bəy gəlinlə oynamağa. Sonra Faiq Ağayev mikrofonu aldı. Mənə verdi ki, oxuyum. Ondan sonra İlhamə xanımın məndən xoşu gəlmədi və məni baltalamağa başladı, deyə o qeyd edib. Həmin məclisdən sonra tərəflər arasında münasibətlərin daha da gərginləşdiyi bildirilir. Nasperi Dostəliyevanın sözlərinə görə İlhamə Quliyeva vaxtilə ona efir qadağaları qoysa da sonradan ondan üzr istəyib. O əlavə edib ki, sonradan yaşananlara baxmayaraq, o mərhum sənətçini bağışlayıb və bu mövzuda artıq mənfi fikir səsləndirmək istəmir.